Nə üçün İslam Cumhuriyyəti, İran hakimiyyəti bu mafiyayı qüdrətləri, bandıları kontrol eləmir və onlar hər gün problem yaradırlar, xarici siyasəti vururlar bir-birinə, qonşularla düşmənçilik yaradırlar belə. Bunu demək olar ki, bu bandılar elə hakimiyyət bunlardılar. Yəni bu 47 ilin keçmiş 47 ildəki İslam hökuməti İranda hakim olubdur. Tamam o qüvvələr ki, hökumətlə bir idilər, İslami idilər, istəyirdilər bir iş görsünlər. İxtilafları olub bir-birlərin qırağa qoyublar. İndi təkində qalan elə bu qüdrətlərdir. Yəni demək olar İslam Cumhuriyyəti bu neçə bandı ki, indi hakimiyyətdə qalıblar və o cür ki, rəqəmlər nişan verir. 5 ila 10, 105 ya 110% millət onları qəbul edir. Onların vəsiləsindən hökuməti saxlayıbdır. Və təhlükəsizlik qüvvələrinin gücü ilə, Sipah Pasdaranın zoru ilə və bəzi mollaların milləti tovlanmağı ilə o 10% %10 və %5 milləti hələ özləri ilə saxlayıblar və bu bandılar hökumət eləyirlər. Özləri qəbul eləyirlər ki, əgər bu neyruları, yəni bu şuluq salan qüvvələri qırağa qoysalar, hakimiyyət dağılar. Hakimiyyət eləyə bilməz, İslam hökuməti davam tapa bilməz. Ona görə məcburdurlar elə onların əlinə hökumətlərinə idamə versinlər. Keçmişdə əlbəttə rəhbər Cumhuri İslami gahdan eləyə bilirdi, kontrol eləsin. O ifratçıları yerində otururdu, gahdan ortada gedən qüvvələrə biraz meydan verirdi və vəziyyəti normallaşdırırdı. Amma indi 1 il yarım, 2 ilə yaxındır ki, daha rəhbər də qüdrətini əldən veribdir. O gün ki, Həmas 7 oktobrda İsrailə hücum elədi, bir dənə öldürdü və bir dənə girovgan tutdu. Əli Xamneyi tamam etibarın, siyasətin və demək olar öz qüdrətin girov qoydu. Gəldi, Həmasdan himayət elədi, dedi mən onların əlindən, qolundan, alnından öpürəm ki, İsrailə hücum etdilər və belə təbliğat elədi ki, elə İsrail aradan gedəcək vaxtı Həmas eləyə bilir ona bir zərbə vursun, biz də dalısından onu eləyə bilirik, nabud eləyək. Amma onun dalısıcan rəhbərin heç intizarı yoxdur ki, İsrail nə reaksiya göstərəcəkdir. İndi 1 il yarımdan çoxdur ki, İsrail Qəzzəni tərəvərini demək olar viran eləyibdir də orada salim bina qalmayıbdır, 70 minə yaxın adam ölübdür və görürük ki, indi Qəzzə nə vəziyyətdədir. Dağılısıcan İsrail Hizbullah Lübnanın rəhbərlərin bir aradan apardı, sonra fərmandehlərin o peycerləri patlatmaqla neçə min fərmandehin Hizbullahın əmələn ya naqis elədi, ya öldürdü. Sonra da Suriyədə Bəşar Əsədin hökuməti yıxılması İslam Cumhuriyyətinin rəhbərinin belini sındırdı. Ona görə indiki onun söhbətlərinə qulaq asasız görəsiz ki, keçmişdəki kimi səsində qüdrət qalmır, sözündə kəsər yoxdur. Eləyənmir qəti surətdə bir siyasət təyin eləsin. Ancaq danışanda gəlir bir sıra nəsihət eləyir, bir sıra adlı sözlər danışır və onu da heç kəs ciddi tutmurlar. O ki, istəyirdi Amerikanı nabud eləsin və deyirdi ki, cəng olmayacaqdır, danışıq da olmayacaqdır. İndi məcbur olubdur danışığı qəbul eləsin, çünki qəbul eləməsə
İslam Cumhuriyyəti yıxılar. Rəhbərin zəif olması bais olubdur ki, ifratçı qüvvələr keçmişdən artıq meydan tapsınlar və artıq İranın xarici siyasətlərində əngəl yaratsınlar.